Buna bulka mı deyəcəksiniz, pirog mu deyəcəksiniz, bilmirəm. Bir onu bilirəm ki, çox ləzzətli olur. Xəmiri pambıq kimi yumuşaq, cemli içliklə, gözəl görünüşlü, süfrənizin bəzəyi olacaq, çox möhtəşəm bir şirniyyat resepti sizlərlə paylaşıram. Dərin bir qaba 250 ml ilıq süd, 1 çay qaşığı instant maya, 3 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz əlavə edib qarışdırıram. Daha sonra 1 ədəd yumurtanın ağı sarısını üzəri üçün saxlayırıq. 6 xörək qaşığı duru yağ və 1 paket vanil də əlavə edib yenidən qarışdırıram. Üzərindən yarım kilo unu da ələkdən keçirərək əlavə edib yumşaq, ələ yapışmayan bir xəmir yoğururam. Qabı da duru yağla yağlayıb xəmirin üzərini örtürəm və 1 saat isti bir yerdə mayalanmasını gözləyirəm. 1 saatdan sonra gözəl mayalanan xəmirimizi biraz yoğurub havasını alıram. Daha sonra xəmiri kvadrat formada yayıram. 2 bərabər olmayan hissəyə kəsirəm. Biri böyük, biri balaca. Balaca xəmirin ortasına istənilən cemdən əlavə edib kənarlarını da yaxşı-yaxşı birləşdirirəm. Əsas odur ki, ceminiz qatı olsun, bişdikdə içərisindən axmasın. Mən burada əncir cemindən istifadə edirəm. İndi isə bu hazırladığımız xəmiri böyük xəmirin ortasına yerləşdiririk və kənarlarını da videoda gördüyünüz qaydada kəsirik. Gəldik çatdıq ən maraqlı məqama, kəsdiyimiz zolaqları bu xəmirin üzərindən çarpaz şəkildə düzürük. Xəmiri yağlı kağız sərilmiş qəlibə yerləşdirib, üzərini örtüb yarım saat gözlədirik. Yarım saatdan sonra ayırdığımız yumurta sarısına 1 xörək qaşığı süd əlavə edib xəmirin üzərinə çəkirik və əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 30-35 dəqiqə ərzində bişməyə qoyuruq. Və budur dostlar, üzəri nar kimi qızarmış, içi pambıq kimi yumuşaq, bol içlikli, gözəl görünüşü ilə də süfrənizin bəzəyi olacaq. Mütləq bu resepti sınayın. Əgər videomu bəyəndinizsə, bəyən düyməsinə basıb kanalıma da abunə olmağı unutmayın ki, hər zaman sınaqdan keçmiş dadlı reseptlərimi qaçırmayasınız. Və mütləq rəylərdə yazın, siz belə bulkaları və yaxud da pirogu daha çox hansı içliklə sevirsiniz. Hər birinizin rəyini oxuyacağım. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.